Dərsimiz fosfor olacaq. Biz 5A yarım qrup elementlərindən azot haqqında artıq öyrənmişik. Bugün isə fosfor haqqında öyrənəcəyik. Fosforun sıra nömrəsi 15, ayrı 31. 3 alotropik şəkil dəyişməsi var. P4 ağ fosfor, deməli qırmızı fosfor və qara fosfor. 3 alotropik şəkil dəyişməsi var. Təbiətdə yalnız birləşmələr şəklində tapılır. Çünki biz nə deyirdik? Karbon, oksigen, azot və fosfora həm sərbəst, həm birləşmələr şəklində, digər qeyri-metallara isə yalnız birləşmələr şəklində rast gəlirik. Deməli, uşaqlar, fosforun sıra nömrəsi 15. 15-i gəlin energetik təbəqələr üzrə yerləşdirək. 1s2, 2s2, 2p6, 3s2, 3p3. Amma biz bilirik ki, 3-cü energetik təbəqədə 3D yarım səviyyəsində var. Normalda fosforun 3 tək elektronu var. 3 tək elektronu var. Amma fosfor D yarım səviyyəsi boş olduğuna görə həyəcanlana da bilir və həyəcanlanmış vəziyyətdə elektron formulu olacaq 3s1, 3p3, 3d1 və bu zaman fosforun olur 5 tək elektronu. Demək ki, fosfor neçə valentlidir? Azotdan fərqli olaraq həyəcanlana bildiyi üçün 3 və 5 valentlidir. Oksidləşmə dərəcəsi olacaq -3, 0, -3 və -5. Baxın, bu elektron quruluşuna malik olan fosfor -3, -3 və 0 oksidləşmə dərəcəsini göstərəcək. Həyəcanlananda isə 5 valentli olur və -5 oksidləşmə dərəcəsini göstərir. Bu oldu fosforun ümumi elektron quruluşu dövrü sistemdə mövqeyi ilə bağlı məlumat və fosfor qrup belə görürük. Deməli, neçənci dövr, neçənci qrup? 3-cü dövr və 5A yarım qrupunda yerləşir. P elementidir. İndi gəlin baxaq görək. Biz fosfora təbiətdə dedik birləşmələr şəklində rast gəlirik. Hansı təbii birləşmələri var? Kalsium 3, PO4, 2. Adı olacaq fosforit mineralı. Fosforit mineralı. Sonra uşaqlar fluoroapatit, xloroapatit, hidroksiapatit kimi minerallar var. Formullarına baxsaq, kalsium 3, PO4, 2 vurulsun, deməli kalsium fluor 2. Və yaxud bu belə də yazıla bilər. Kalsium 3, PO4, 2 deməli fluor. Belə bir formul, daha doğrusu kalsium 5, PO4 3 fluor. Bu tipli deməli fluoroapatiti biz yaza bilərik. Bunun adı olacaq fluoroapatit. Və yaxud uşaqlar baxın, fluorun yerinə xlor olarsa bu xlorapatit, OH olarsa hidroksiapatit olacaq. Amma biz fosforun əsasən deməli tətbiqdə suallarda hansı mineralını görəcəyik? Fosforit mineralına, buna biz apatit də deyə bilərik. Deməli, fosforu gəlin görək biz necə ala bilərik? Fosforun sənayedə alınma üsulu kalsium ortofosfatdan kalsium 3, PO4, 2 üzərinə koks və qum ilə təsir eləməklə və qızdırmaqla fosforu sənayedə almaq mümkündür. Buradan alacağıq kalsium silikat, üzərinə gəlinsin fosfor, üzərinə gəldik dəm qazı. Əmsallaşdıranda uşaqlar dəm qazının və karbonun qarşısına 1,5 belə yadınızda saxlayın. Fosfor 2 moldur, fosforun qarşısına getdik 2, kalsium 3 sol tərəfdə, kalsium silikatın qarşısına 3 və silisium dioksidin qarşısına 3 yazırıq. Kimyəvi reaksiyamız oldu bərabər. Bayaq nə dedik? Deməli, bu oldu fosforun sənayedə alınması üsulu. Deməli, uşaqlar, gəlirik fosforun fiziki xassələrinə. Fosforun fiziki xassələri bayaq dedik, fosforun 3 alotropik şəkil dəyişməsi var. Birincisi oldu ağ fosfor. Ağ fosfor tetraeder quruluşludur. Baxın, biz valentlik, rabitə, deməli, keçən zaman ağ fosfor üzərində xeyli tapşırıqlar həll eləmişik. Bu oldu ağ fosforun quruluşu. Bir ağ fosfor molekulunda 4 fosfor var. Əgər fosforun birinin 15 protonu varsa, ağ fosforda demək ki, 60 elektron olacaqdır. Deməli, 15 proton, 15 elektron deməkdir də, biz bunu bilirik. Ağ fosforda demək ki, 60 elektron var. Bu 60 elektrondan neçəsi rabitə əmələ gəlməyə sərf olunur? Baxın uşaqlar, əgər burada 6 dənə rabitə varsa, 6 mol rabitə varsa, 6 mol rabitəyə 12 elektron sərf olunur. Demək ki, ağ fosfor molekulunda rabitə əmələ gəlməsinə 12 elektron sərf olunur. Bu oldu ağ fosfor.
Sonra gəlirik qırmızı fosfora. Qırmızı fosfor uşaqlar. Deməli quruluşu necə olacaq? Fosfor, fosfor. Belə bir quruluşu var. Bu oldu qırmızı fosforun quruluşu. Bir dənə təxmini belə bir yadınızda saxlasaz kifayət eləyəcək və qara fosforu var. Qara fosforda da orada təxmini belə bir quruluşdur. Baxın. Deməli və hər küncdə burada belə fosforlar dayanıb. Burada fosfor, fosfor. Bu da oldu qara fosforun demək ki quruluşu. Ağ fosfor, biz kristal qəfəsin tiplərini keçəndə deyirdik ki, ağ fosfor molekulyar quruluşludur və adi şəraitdə molekul kristal qəfəsidir. Qırmızı və qara fosfor isə atom kristal qəfəsidir və biz bunu kristal qəfəsin tiplərini keçəndə də demişik. Həmin bu alotropik şəkil dəyişmələr bir-birindən deməli fiziki xassələrinə görə də fərqlənir. Deməli uşaqlar, bunların heç biri suda həll olmur. Suda həll olmur. Heç biri. Ümumiyyətlə suda həll olmayacaq. Ağ fosfor, bunu beləcə bir yarım bölsək, ağ fosfor karbon disulfitdə həll olur. Həll olur. Amma bu ikisi, bunlar heç karbon disulfitdə də neynəmir? Həll olmur. Ağ fosforun digərlərindən fərqi karbon disulfitdə digər qırmızı və qara fosfordan fərqli olaraq həll olmasıdır. Ağ fosfor uşaqlar deməli sarıya çalan ağ rəngli, sarıya çalan ağ rəngi, sonra zəhərli və iyli, sarımsaq iyli deməli bərk maddədir. Digərləri isə iysizdir və zəhərli deyil. Bunu da bildik. Deməli uşaqlar, burada qara fosfor qrafiti xatırladır. Qara fosfora biz yazacağıq. Bircə dəqiqə deyəsən biz onun quruluşunu səhv yazdıq. Yox, elə düz yazmışıq. Ağ fosfor, buradan belə bir deməli rabitələr davam eləyir. Mən bu xətləri belə çəkməmişəm buradan. Qara fosfor qrafiti xatırladır. Yəni qara toz şəklindədir. Bir növ qrafitə bənzəyir fiziki xassələrinə görə. Sonra uşaqlar, alovlanma temperaturu deməli ağ fosfor digərlərindən daha tez alovlanacaq. Çünki təxmini 40 dərəcə Selsi, amma biz onu artıq yadımızda saxlamaq məcburiyyətində deyilik. Ağ fosfor tez alovlanır və sıxlığı qırmızı və qara fosfordan nisbətən daha aşağıdır. Bu oldu deməli fosforun alotropik şəkil dəyişmələrinin fiziki xassələri. İndi gəlin baxaq fosforun kimyəvi xassələrinə uşaqlar. Ağ fosforu bir müddət deməli hava daxil olmadan biz saxlasaq, qızdırsaq, o tədricən qırmızı fosfora çevriləcək. Deməli P4 qızdırdıqda çevrilə bilər qırmızı fosfora. P qırmızı zamanla, anidən yox, zamanla baş verir. Sonra yenidən bunu qızdırdıqda yenə başlanğıc olaraq ağ fosfora təzədən qızdırda yox, elə adi şəraitdə yenidən ağ fosfora qayıda bilər. Amma bunun davamı artıq bizə lazım deyil. Bir dənə bilirik ki, ağ fosfor havasız mühitdə qızdırdıqda tədricən qırmızı fosfora çevrilə bilər. Gəlirik fosforun nə ilə reaksiyaya girir, nə ilə reaksiyaya girmir kimyəvi xassələrinə. Biz bilirik ki, uşaqlar, fosfor hidrogenlə reaksiyaya daxil olmayacaqdır. Amma bunun pH3 deyə fosfin adlı birləşməsi var. Bəs biz fosfini necə alırıq? Dolayı yolla. İndi gəlin baxaq. Fosfor uşaqlar bilirik ki 3 və 5 valentlidir. Fosfor oksigində bir tam yana bilər, bir də natamam yana bilər. Əgər natamam yanarsa difosfor trioksid, yəni P2O3, yox, tam yanarsa əgər deməli fosfor pentaoksid əmələ gələ bilər. Eynən də kükürdlə məsələn reaksiyalarında fosfor üstəgəl kükürd P2S3, fosfor üstəgəl kükürd P2S5. Bundan başqa uşaqlar fosfor metallarla deməli aktiv, orta aktiv metallarla qızdırılma şəraitində reaksiyaya girəcək. Məsəl üçün kalsium 3, kalsium üstəgəl fosfor. Buradan nə alınacaq? Kalsium 3P2. Və yaxud da magneziumla yaza bilərik biz bu reaksiyanı. Alınacaq magnezium 3P2 və biz bilirik ki, dəyişkən valentli qeyri-metallar metallarla birləşəndə və hidrogenlə birləşəndə həm minimum valentini və minimum oksidləşmə dərəcəsini göstərəcək. Bunu da biz bilirik. İndi uşaqlar, bayaq dedik ya, fosfin dolayı yolla alır. Baxın, tutaq ki, kalsium fosfid, bax adı olacaq, kalsium fosfid.
D axırı. Kalsium fosfidin üzərinə biz su ilə və yaxud H-xlorla təsir eləyəriksə, buradan alınır pH3 və kalsium hidroksid. Bu da fosfinin dolayı yolla deməli alınması reaksiyasıdır. Gəlin reaksiyamızı əmsallaşdıraq. Fosfor 2, bura 1-2 yazaq. Kalsium hidroksidə 3 yazaq. Suyun da qarşısına 6 yazaq. Reaksiyamız olsun bərabər. Və fosfin uşaqlar amoniakdan fərqli olaraq biz nə deyirdik? Deyirdik ki, amoniak saf havada yanmır. Yadınızdadırsa deyirdik NH3 havada yanmır. Aha, amma fosfin havada yanır. Havada alovlanır. Deməli, bu zaman nə alınır? pH3 üstə gəlinsin oksigen alınacaq. P2O5 üstə gəlinsin su. Gəlin reaksiyamızı bərabərləşdirək uşaqlar. Deməli, fosfinin qarşısına baxın 2 gətirib 2 yazacağıq. Hidrogenin qarşısına, suyun qarşısına 3 və oksigenin qarşısına da 4 yazacağıq ki, reaksiyamız olsun bərabər. Və gəlin bir də biz, fosforun hansı birləşmələri var? Fosforun oksidləri var. P2O3 və P2O5 hər ikisi turşu oksididir. Və fosforun turşularını biz bilirik. Hansı turşuları var? Deməli, HPO3 metafosfat, H3PO4 ortofosfat, H4P2O7 biz buna deyirdik pirofosfat. Sonra uşaqlar H3PO3 deyirdik fosfit. Bunlar istisnaydı. 2 əsaslı və deyirdik H3PO2 bu da olacaq uşaqlar hipofosfit. İstisna olaraq bir əsaslı deməli turşudur. Son olaraq fosforun tətbiqindən danışaq uşaqlar. Qırmızı fosfor kibrit istehsalında tətbiq olunur. Bertoli duzu ilə birlikdə qızdırdıqda buradan deməli alınacaq kalium xlor və P2O5. Gəlin reaksiyamızı əmsallaşdıraq. Deməli, oksigen bura 5 yazaq, bura 3 yazaq. Fosforun qarşısına 6 yazaq, kalium xloridin qarşısına da 5 yazaq. Bu oldu kibrit reaksiyası. Bu zaman deməli necə tətbiq olunur? Xırda əzilmiş şüşə ilə şüşə yapışqanla birlikdə qırmızı fosfor kibrit qutusunun yan hissəsinə çəkilir. Çöpün başına isə deməli bax bu hissəyə isə burada çəkiləcək uşaqlar deməli bertolli duzu və kükürt deməli qarışığı çəkilir. Bu zaman bir-birinə sürtünmə olanda bax belə bir kibrit reaksiyası deyəcəyik adına. Burada ağ tüstünün əmələ gəlməsi isə uşaqlar deməli P2O5-in əmələ gəlməsinin sübutudur. Bu demək deyil ki, P2O5 qazdır, P2O5 bərk haldadır. Sadəcə orada ağ tüstünün əmələ gəlməsi onun P2O5-in əmələ gəldiyini göstərir. Belə, tətbiqi haqqında da bu qədər kifayətdir.